Hər vaxtınız xeyir olsun bizim dəyərli YouTube izləyicilərimiz, Qarabağ Sevgisi kanalının abunəçiləri, Qarabağ sevərlər. Sizləri yenidən bu video sujetdə belə deyək, xoş gördük. İctimai video yayımında xoş gördük. Bilirsiniz ki, bizim Qarabağ Sevgisi YouTube kanalımız var və bilirik ki, Qarabağ sevərlər, Qarabağ azarkeşləri bu oyunu məşhur futbol mobil oyununu oynayırlar. Qərara gəldik ki, Qarabağ Sevgisi futbol mobil oyunu adlı bir YouTube kanalı da açaq. Qarabağ azarkeşləri üçün də maraqlı olar. Bilirsiniz ki, son yenilənmədən sonra, bu oyunda son güncəlləmədən sonra belə bir kampaniya, transfer paketi bizə təqdim olundu. Pulsuz açma haqqı verilir bir dəfə. Daha sonra müəyyən etapları, etkinlikləri keçdikdən sonra daha sonra bir açma haqqı da verilir. Dedik bu pulsuz açma haqqından yararlanırıqsa bu videonu da çəkək. Sizlər üçün maraqlı olar yəqin ki. Bu kampaniyaya görə transfer paketində möhtəşəm oyuncular var. Bu oyunculardan da ən əsası bizlər üçün vacib olan Sergio Agüero'dur. Özəllikləri, xüsusiyyətləri ondan ibarətdir ki, Sergio Agüero'nun bomba zərbə xüsusiyyəti, yəni bomba şut xüsusiyyəti var. Yer füzəsi adlı xüsusiyyəti var. Həmçinin Wayne Rooney. Daha sonra burada Marco Reus kimi əfsanə oyuncular, Paul Scholes, qapıcı David Seaman, bilirsiniz, İngiltərə yığmasının əfsanə qapıcısı. Daha sonra Mark Van Bommel kimi Hollandiyanın əfsanəsi. Daha sonra Daniel Massaro, Frank Rijkaard, Bergkamp kimi, Rui Costa kimi oyuncular var. İndi görək bizim şansımıza hansı oyuncu çıxacaq. Çox istərdim ki, Wayne Rooney çıxsın, Sergio Agüero çıxsın, Paul Scholes çıxsın. Digər hesabda Marco Reus çıxıb. İnşallah baxaq görək hansı oyuncu bizim şansımıza çıxar. Bismillah ya Allah. Və bu açılım kimdir bu? 84 Siyef Santrafor, Milanın oyuncusu Daniel Massaro. Düzdür, arzulamadığım bir oyuncuydu. Amma yenə də nə demək olar? Çox istəyirdik ki, belə deyək, Sergio Agüero, Wayne Rooney çıxsın. İkinci dəfə bizə açma haqqı veriləcək. Mən inşallah həmin açma haqqından istifadə edərək ya Wayne Rooney çıxardaram, Wayne Rooney alaram, ya da ki Sergio Agüero'nu. Hələlik bizim dəyərli azarkeşlər, Qarabağ sevərlər, Qarabağ azarkeşləri bilirik ki, sizlər də əksəriyyətiniz bu oyunu oynayırsınız. Sizlərə də bu kampaniyaya görə hansı oyuncular sizin şansınıza çıxdı, rəy bölümündə yazıb bildirə bilərsiniz. Hələlik özünüzdən müğayət olun. Allah amanında.